Ya Allah, hər kəsin günü uğurlu olsun əzizləyicəm. Bugün sizə möhtəşəmi bir ev təqdim edirəm. Sot yarımda 4 otaq paket qubca. Evin koridor hissəsini görürsünüz. Listurlara qədər qoyulub. Baxın incəliklərə. Kombisi, mətbəx mebeli, pərdələri, listurları, hamam aksesuarı, qonaq otağının televizor yeri, əzizləyicəm. 3 yataq, 1 qonaq, 1 mətbəxdən ibarətdir. Keçid edeyim, qonaq otağını göstərim. Baxın. Hər bir otağında kondisioneri fikirləşdirib. Bax, bura divanın yeri, bura televizorun yeri, kondisioneri yenə. Şunuru, bax, gördüyünüz kimi. Saatına qədər var. Saatımız da 11-ə qalır. İnşallah ki, bir yarım saata paylaşım eləyəcəyik. İncəliklərdən biri. Çox adam heç öz evində qoymur. Qapının arxasına maqnit qoyulub ki, qapının uçqası aboya dəyib, aboyu cızmasın, əzizləyicilər. Bu ifadəmə görə üzr istəyirəm. Bu evin pərdəsinə qədər gördüyünüz kimi qoyulub. Bir dənə burada nədir? Bax, kombi almayasan, mətbəx mebeli almayasan, hamam aksesuarı almayasan, listur almayasan. Gələrsən bir dənə, çox üzr istəyirəm, baxın, hamam aksesuarı, duş kabinəsinə qədər var. Bir dənə yataq dəsti, bir də qonaq otağında divan istəsən, stolsuz istəsən onu və salam. Hər bir otağın pəncərəsi var. Hər biri öz həyətinə baxır. Gördüyünüz kimi işıqlı otaqlardır. Həyətimizdə bir balaca əkin yeri var. Həyətdə tam döşəmədir. Evimiz yerdən 9 daş kürsülüdür. Padvalında rahatlıqla gəzmək olur. Və baxın, əziz dostlarım, 2 maşınlıq bir həyət. Kombinin özünə qədər var. Padvala 2 tərəfdən giriş var. Padvalı rahatlıqla gəzmək mümkündür. Üstünlüklərdən biri. Bax, kombin xətləri hər otağa padvalla paylanır və bu demək ki, istiliyi altdan yuxarı evə daxil olur. Əzizləyicilər, evimizin üstü paketdandır. Yenə deyirəm, qiymətimiz 115.000 manat. Buyurun, gəlin, bu gözəl evimizə sahib olun.